Avropa İttifaqı tərəfindən Avropa sülh mexanizmi çərçivəsində 2024-cü ildə Ermənistana yardım göstərilməsinin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilib. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, Ermənistanın Avropa İttifaqı xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşlarımızın məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib. Hesabatla bağlı daha detallı məlumatları bizə əməkdaşımız Aydə Zərgərli çatdıracaq. Hər vaxtın xeyirli olsun Aydə. Hesabatda daha nələr əksini tapıb? Buyur, sən eşidək. Hər vaxtınız xeyir olsun Gülşən. Səhər saatlarından etibarən Milli Məclisdə plenar iclas baş tutdu və bu plenar iclas Nazirlər Kabinetinin 2024-cü ildə dair hesabatı üzrə idi və bu hesabatda həm siyasi, həm sosial, həm də iqtisadi məsələlərlə bağlı hansı işlər görülüb, hansı statistik rəqəmlər varsa bu bizim diqqətimizə çatdırıldı və biz də efir vasitəsilə tamaşaçılarımızın diqqətinə çatdırmağa çalışacağıq. İlkin olaraq Qarabağ işğaldan azad olunan ərazilərlə bağlı informasiyanı diqqətinizə çatdırım. Belə ki, 3000 kilometr yol salınıb bugünə qədər və bu istiqamətdə də işlər hələ də davam edir və təbii ki, bu yolların uzunluğunun da kilometrlərdə artacaq və bu işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və hesabat eləməz o istiqamətdə alınıb. Bundan sonra isə iki tərəfli və çox tərəfli əsasda Azərbaycanın digər ölkələrlə əməkdaşlıq etməsi və rəsmi sənədlərin qəbul olmasıdır ki, bu istiqamətdə 38 ölkə ilə əməkdaşlıq edilib və 201 sənəd imzalanıb deyə vurğulanıb. Bundan başqa isə sosial yönümlü informasiyalar da ortaya çıxdı. Belə ki, ötən il ərzində 800 ev verilib, 93 isə avtomobil verilib. Bu da vətən müharibəsində iştirak edənlərə, 1-ci Qarabağ müharibəsində iştirak edənlərə, eləcə də Çernobil qəzalarında və hadisələrində iştirak edən şəxslər var ki, həmin şəxslərə bu sosial yönümlü müavinətlər verilir və bu addımların hələ də atılacağı 2025-ci il üçün də nəzərdə tutulub. Bundan başqa isə dövlət xətti ilə 5000-dən yaxın ipoteka krediti həyata keçirilib və ipoteka kreditinin daha rahat əlçatan olması istiqamətində yeni layihələrin də irəli sürüləcəyi vurğulandı Əli Əsədov tərəfindən. Bundan başqa azad olunan ərazilərdən 2021-ci ildən bu ilə qədər fasiləsiz olaraq mina təmizləmə işləri həyata keçirilir ki, və 65 min hektar ərazi minalardan təmizlənib deyə vurğulandı və yenə də hələ təmizləməsi istiqamətində də işlər davam etdirilir və işğaldan azad olunan ərazilərə ümumilikdə bərpa quruculuq işlərinə ayrılan məsələlərlə bağlı dövlət büdcəsindən bu günə qədər 18 milyard manat sərf olunub və 2025-ci il üzrə də 5 milyard manat ayrılacaq dövlət büdcəsindən ki, yenidən qalan işlər də həyata keçirilsin və bugünə qədər köçürülən şəxslər də 10 mindən çoxdur. Elə bugün də Ballıca kəndi istiqamətində də yeni köç həyata keçirildi. Dövlət proqramına dair olaraq bu köç prosesi də hələ ki həyata keçirilir. Daha sonra isə xarici münaqişədə iştirak edənlər və ölkəyə geri qayıtmaq istəyən 5 nəfər də saxlanılıb. Onlarla bağlı müəyyən tədbirlər də həyata keçirilir və bundan başqa sosial yönümlü məsələlərdən biri də su təsərrüfatı ilə bağlıdır ki, suyun təmizlənməsi, torpaq sahəsinin genişləndirilməsi istiqamətində də dövlət büdcəsindən ayrılan pul bəlli olub ki, bu inkişafa da 540 milyon manat sərf olunub və bu istiqamətdə yenə də işlər davam edir. Ölkə başçısının sərəncamına uyğun olaraq dənizin də duzsuzlaşdırılması istiqamətində işlər görülür və 2025-ci ildən də bu layihəyə start veriləcək. Çünki şirin su ehtiyatının artırılması istiqamətində bu iş mütləq görülməlidir. 2025-ci il üzrə isə 235 bağçanın təmir bərpası həyata keçiriləcək ki, bu da təhsil sahəsində inkişaf mərhələsinə atılan addımlardan biridir və bir neçə qoruğun sərhəd xəritələrinin hazırlanacağı da ehtimal olunur. Bununla yanaşı distant iş forması layihəsi həyata keçiriləcək. Belə ki, artıq süni intellekt inkişaf etdikcə, texnologiya dünyası inkişaf etdikcə distant formada işlərin əlçatanlığı da təmin olunması istiqamətində işlərin görülməsi üçün yeni layihələrin həyata keçiriləcəyi vurğulanır və siyasi yöndə isə ondan ibarətdir ki, Ermənistan tərəfinə ölümcül silahların və texnikaların digər ölkələrdə əsasən də Fransa tərəfindən verilməsinə bir məhdudiyyət qoyuldu 2024-cü il üzrə. Bu da Avropa İttifaqı ilə danışıqlar əsasında həyata keçirildi. Bir daha xatırladıram ki, Milli Məclisə plenar iclas Nazirlər Kabinetinin 2024-cü il dair hesabatına ayrılmışdı və Baş nazir Əli Əsədov həmin hesabatları bizim diqqətimizə çatdırmağa çalışdı. Həmin məlumatları da qısaca olaraq mən xatırlatmaq istədim. Məndən hələlik bu qədər. Gülşən, yenidən söz səndə. Təşəkkürlər Aydəm. Detallı məlumatları diqqətimizə çatdırdığın üçün xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Aydə Zərgərli idi.